Salam aleykum əzizləyicilərim. Deməli, mən sizə bir dənə qəşəng qarışım göstərəcəm Allahın izni ilə. Onu eləsəz, gün ərzində özünüzü çox gözəl, qəşəng və gümrah hiss edəcəksiniz. Çox, yəni xeyirləri var. Göstərirəm. Baxın, 50 qram ud hindi. Sonra 30 qram zəncəfil tozu. Arı çiçəyi. Yəni arı çörəyi də deyirlər buna. Bax, belənçinə gülən perqa. 50 qram bu da əlavə eləyirik. Sonra qara zirə. Sonra bu sarı kök. 50 qram. Bu da biyan. Biyandır. Bu da 30 qram. Biyanın deməli taxta formasında olur, kök formasında olur. Onu qəşəng, yəni parçalamalısınız bax belənçinə. Kofemolkadan zatdan yəni vurun, toz şəklinə çevirin bunu ki, rahat qarışsın. Bunların hər birinin xeyrindən sizə danışsam, gərək bir 10-15 dəqiqəlik video çəkim. Girib internetdə oxuya bilərsiniz özünüz. Yəni hər bir qarışım necə bir fayda verir orqanizmə. Bismillah. Deməli, hamısını bu qaba deməli biz atacağıq, qarışdıracağıq. Ondan sonra bu tahini də əlavə edəcəyik bir banka, onun üstünə tahin. Bir də ki 1 kilo bal əlavə edəcəyik, bal. Əlbəttə ki dostlar, əgərlərim sizin mədənizdə problem varsa, hər hansı bir xəstəlikdən müalicə alırsınızsa, siz mütləq şəkildə həkimlə məsləhət eləyib bu qarışımı düzəldə bilərsiniz inşallah. Ola bilər ki, hansısa bir bitki burada sizin mədənizə ziyan vura bilər. Ona görə də vacibdir ki, siz bunu eləməmiş birinci həkimlə danışasınız. Sonra da qarışdırıb içəsiniz inşallah. Amma hər şey qaydasındadırsa, siz bunu gündə 3 dəfə yeməkdən yarım saat qabaq bir çay qaşığı içə bilərsiniz inşallah. Orqanizmlər fərqli olduğu üçün ola bilər ki dostlar, siz yarım saat yeməkdən qabaq bunu içsəniz sizə bir diskomfort yarada bilər. Siz onda bunu yeməkdən 1 saat sonra istifadə eləyə bilərsiniz. Allahın izni ilə. Yavaş-yavaş əlavə eləyirik ki, qarışdıra bilək. Qəşəng qarışdırırıq bunu. Bax belə. Ümumiyyətlə bu qarışımın çox böyük faydası var orqanizmə. Öz üzərimdə test eləmişəm. Həqiqətən də adam özünü yaxşı, gümrah hiss edir. Tahini əlavə eləyirik. Tahini əlavə eləməmiş qəşəng bunu qarışdırın. Dibində elə bir ki o yığılıb qalmasın. Bunu da belə qəşəng qarışdırmalıyıq. Belə bir şey alınır dostlar. Такой коричневый папа. Да, такой коричневый получается. И вкусный, и полезный. Машаллах. Всегда масалах поесть. Да, всегда надо машаллах говорить. Правильно говоришь, мое солнышко. Bismillah. Çok dadlıdır. Burada qara zirə tumları var. Onları çeynəyirsiniz, sonra udursunuz. Еще. Üstündən yarım stəkan su da içə bilərsiniz, əgər istəsə. Allah sizə ruzu bərəkət versin ki, siz də belə şeylərdən alıb istifadə edə bilərsiniz. Allah kömək olsun. Sağ olun, görüşərik inşallah.